Bu ərazi Ağcabədidən Ağdama giden yoldur. Bütün tamaşaçılar, yaşayan adamlar bilirler ki burada güzel bir yol vardı, asfalt yoluydu. Bunu geldiler, bak bu vəziyyətə koydular, çəkdi, yol çəkirlər güya. Yol da çəkmədilər, bak böyle darmadağın elədilər. İndi cemaat da məcburiyyət qarşısında qalıb, bak böyle daşları düzüb bura. Əhali düzü ki toz olmasın, tozun əlindən yerimək mümkün deyil. Benim dirəm maşınımın şaraboyu çıktı. Yolda udara düştü. Bak görürsünüz. Ağaçları kırıp yıkıplar bura. Bakın indi bu toza mənzərəyə bakın. Görün ne vəziyyətdədir. Bu hiçbir insafınız yok da bu yolun yine gördünüz. Ay yol idaresi. Azer yol. İndi şaya gəzir ki bu yolun pulunu yeyiblər. Ben onun resmi bilmirəm. Yolun pulunu, asfalt pulunu yeyiblər. Deyirlər Qarabağda biraz qənaət eləyib uğurluq eləyəcəklər. Gətirib bura sərf edəcəklər. Amma hörmətli prezidentimizin ayırdığı pulu heç kim yeyə bilməz, uğurlaya bilməz. Yəqin ki bir vaxt növbət çatacaq sizə, təpənizə dəmir yumruq dəyəcək. Onda biləsiniz ki ölkənin, cəmaatın dırnağının qanı bahasına başa gələn pulları, vergi pulların aparıb cibə qoyub oligarx olmaq olmaz. Bax budur vəziyyətimiz. Bax tozun içində qırılırıq. Allah kərimdir. Azeryol tezliklə bu işe başlamasa çok çətin ki o dövlət nəzarətinə yayınacaq.